Bugün Almaniyada həm bakalavr, həm də magistr səviyyəsi üçün universitetə qəbul prosesini izah edəcəm. İlk öncə dad.d və uniassist.d saytlarından proqramları tapmaq üçün və sənəd qəbulları üçün istifadə edirsiniz. İkinci, tələbləri yoxla. Çünki hər universitetin dil tələbi və akademik sənəd tələbi və müraciət tarixləri fərqli ola bilər. Üçüncü, sənədləri hazırla. Orta məktəb və bakalavr diplomu, transkript, dil sertifikatı, CV, motivasiya məktubu və tövsiyə məktubları. Dördüncü, müraciət et. Uniassist saytında 180-dən çox universitetin qəbul prosesini həyata keçirdə bilərsən. Burada qeydiyyatdan keçirsən, sənədlərini yükləyirsən və müraciət haqqını ödəyirsən. İlk öncə 75 avro, daha sonra hər proqram üçün 30 avro təşkil edir. Digər universitetlər isə birbaşa müraciət qəbul edir. Onların saytına baxmaq lazımdır. Ən son qəbul aldıqdan sonra bloklanmış hesab açırsan, sığortanı alırsan, viza üçün müraciət edirsən və yataqxana, mənzil tapırsan. Daha sonra isə viza görüşünə hazırlaşırsan. Daha ətraflı yardım üçün bizə yaza bilərsən.